Kanadada təqaüdlü təhsil necə ala bilərəm? Bu günləri bu videoda ətraflı sizə Kanadada təhsillə bağlı məlumat paylaşacağam. İndidən deyim ki, 12 dəqiqənizi, 13 dəqiqənizi sərf eləməyi istəyirsinizsə və özünüzə də gələcəkdə Kanadada təhsil hədiyyə eləməyi istəyirsinizsə, bu video sizin üçündür. Əgər sizə darıxdırıcı gəlirsə, baxın. Darıxdırıcı gəlməsə də baxın, darıxdırıcı gəlsə də baxın. Əgər ürəyiniz sıxılsa, göndərin dostunuza. Deməli, Kanadada təqaüdlü təhsil necə almaq olur? Hansı göstəricilər lazımdır bizə? Hansı sertifikatlar lazımdır? Hansı təhsil dərəcəsinə təqaüd verirlər, hansına vermirlər? Bu günləri bu videoda sizə izah eləyəcəm. Ümumiyyətlə sizə deyim ki, özüm haqqında məlumat verim sizə. Mənim təqaüd backgroundum və yaxud da ki, təhsil backgroundum electrical engineering, elektrik mühəndisliyi, yüksək gərginlik mühəndisliyi və material science, nanopolymeric industry, belə şeylərdir. Yəni, psychobi sahələri oxumuşam. Səhv eləmişəm, düz eləmişəm, indi onu özünüz qərar verin. Mən qərar vermişəm ki, səhv eləmişəm. Deməli, belə bir şey deyək. Mən Azərbaycandan çıxmışam Litvaya, təqaüdlü təhsillə. Litvada Kaunas şəhərində Kaunas Technology University'də oxumuşam. Master degree in Electrical Power Engineering. Və təqaüdlə olub, dövlət təqaüdü ilə oxumuşam. Daha sonra isə mənim Kanadada PhD təhsilim olub ki, bunu da təqaüdlə müraciət edib qəbul almışam. Müraciət edib ki, dəvət almışam, sonra müraciət eləmişəm, sonra da təhsil almışam, sonra da təhsili dayandırmışam. Təhsili atmışam, PhD drop out eləmişəm. Anyway, deməli, təqaüdlə təhsili almaq üçün əvvəlcə siz bilməlisiniz ki, sizə nə lazımdır. Bəzi təqaüdlü proqramlar var ki, dövlət proqramları deyirlər. Çoxsunun beynində qalıb ki, məsəl üçün, mənim Kanadada təhsilimi dövlət proqramı ilə ala bilərəm. Dövlət proqramı deyəndə nəyi nəzərdə tutursunuz siz? Azərbaycanın xaricdə oxumaq istəyən tələbələr üçün təklif elədiyi bir proqramı mı nəzərdə tutursunuz, yoxsa Kanada dövlətinin əcnəbi tələbələr üçün ayırdığı təqaüd proqramlarını? Belə deyim, Kanadada əcnəbi tələbələr üçün dövlət təqaüd proqramı deyə bir şey 99.9% hallarda yoxdur. Yəni, bundan əlinizi üzün, siz sadəcə öz bacarığınızla və öz araşdırmalarınızla Kanadada təqaüdlü təhsil tapa bilərsiniz. Bunu da çalışın, dövlət təqaüdü proqramı axtarmayın. Çünki orada elə çox sizə scam proqramları gələcək ki, əlinizi üzəcəksiniz. Yaxşıdır ki, məsləhət budur ki, siz tapın ki, individual olaraq sizin oxumaq istədiyiniz sahə və yaxud da universitet, ixtisas, şəhər və bu sizə hər hansı bir təqaüdləri təklif eləyir, yoxsa yox. Ümumi prosesi sizə başa salım ki, necə olur? Siz əvvəlcə dəqiqləşdirirsiniz. Addım 1 nədir? Siz hansı təhsil dərəcəsi üçün müraciət eləmək istəyirsiniz? Hansı təhsil dərəcəsində oxumaq istəyirsiniz? Təhsil dərəcəsi deyəndə tam kökündən başlayaq ki, burada bakalavr dərəcəsi var, burada kollec dərəcəsi var, kollecin dərəcə verdiyi proqramlar var, kollecin dərəcə vermədiyi proqramlar var. Bakalavr dərəcəsinin müəyyən hissələri var ki, STEM sahəsi, Science, Technology, Engineering, Math. Bunlar var və High Demand sahəsi sayılır, yəni çoxlu tələb olunan sahələr sayılır. Və magistratura dərəcəsi var ki, magistratura dərəcəsi də iki cür olur. Sizə research-based və ya course-based, yəni magistratura dərəcəsində təhsil aldığınız vaxtı iki cür ola bilər. Bir, ancaq 30 kredit, 30 fən götürüb, tutaq ki, 2 il ərzində bunları oxuyub, imtahan verib və assignmentlər yazırsınız, daha sonunda da tezis yazıb, defend eləyirsiniz, məzun olursunuz. Və yaxud da ki, research-based proqramlar var ki, diqqətlə bura qulaq asın. Research-based, yəni araşdırma, tədqiqat işlərindən əsaslanmış bir dərəcə proqramıdır ki, siz oxuduğunuz müddətdə dərs oxumaq, imtahan vermək falan yox, bir dənə mövzunu seçirsiniz və təhsil aldığınız müddətdə ancaq bu mövzunu research edirsiniz, bu mövzunu araşdırma edirsiniz. Və ilin sonunda da deyək ki, təhsil ilinin sonunda bu 2 ilin ərzində
siz defend eləyirsiniz, hər hansı bir nəşr olunacaq bir məqaləniz varsa, onu da məqalə eləyirsiniz, diplom işini əlavə eləyirsiniz və sonda voila məzun olursunuz. Məzun olandan sonra indi nə iş görürsünüz, özünüz bilərsiniz. Bundan fərqli olaraq başqa bir dərəcədə var ki, doktorantura dərəcəsi, PhD dərəcəsi. PhD dərəcəsində də siz ancaq 3 il yarım, 5 il, 6 il ərzində research eləyirsiniz. Və Kanadanın təhsil sistemində belə bir şey var ki, siz PhD elədiyiniz vaxtda candidacy exam verirsiniz. Bu candidacy exam nədir? Məsələn, siz PhD təhsili almaq istəyirsiniz və mövzunuzu seçmisiniz, ixtisas sahənizi seçmisiniz və sizin bu ixtisasınıza aid olaraq bir dənə fənn olur ki, bu sizə belə deyim, nə bal vermir, nə bir şey vermir, sadəcə sizi diplom işinə hazırlaşdırır ilk ilindən. Bu fənni götürürsünüz, hazırlaşırsınız, imtahan verirsiniz və keçirsinizsə candidacy examına. Siz artıq research eləməyə başlaya bilərsiniz. Yox, bundan keçmirsinizsə, məcbursunuz ki, kəsiləsiniz. Kəsilməmək üçün nə etməlisiniz? Candidacy examdan keçməlisiniz. Və belə deyək, bu ümumi təhsil proqramları, təhsil dərəcələri haqqında məlumatdır. Yaxşı, mən hardan başlayım ki, təqaüd axtarım, təhsil axtarım və ümumi bu barədə də geniş izah eləyim sizə. Əvvəlcədən, belə deyim, bu birinci addımı seçdiniz ki, hansı təhsil dərəcəsi ilə mən müraciət eləmək istəyirəm. Çünki bəzi proqramlar var ki, qısa müddətli proqramdır, dərəcə verir. Bəzi proqramlar var ki, dərəcə vermir. Dərəcə dediyimiz, yəni bakalavr dərəcəsi, magistr dərəcəsi və s. Və sizin kollec dərəcələriniz var ki, kollec proqramları var ki, bu kollec proqramlarında siz ixtisas, peşə öyrənirsiniz. Dərəcə verəni də var, dərəcə verməyəni də var. İkinci mərhələ nədir? İndi dediyim kimi, siz seçməlisiniz ki, hansı şəhərdə, hansı əyalətdə mən oxumalıyam. Çünki düşünün ki, sizin təhsil dərəcəniz və yaxud da ki, sizin təhsil ixtisasınız Kanadada 12+1 əyalətdən ikisinə uyğundur ki, bu dərəcə ancaq bu əyalətlərdə, bu yerlərdə oxumaq olar. Çünki tələb orada çoxdur və universitetlər də ona çoxdur. Siz başqa bu əyalətdə müraciət eləmək istəyirsinizsə, bu sizin üçün problem yarada bilər. Məsəl üçün, siz, belə deyək də, siyasət oxumaq istəyirsiniz və siyasəti düşünürsünüz ki, siyasət mənim dərəcəm, backgroundum, Azərbaycanda aldığım və yaxud da ki, xarici bir ölkələrdə aldığım təhsil sahəsi, iş sahəm ancaq siyasətə uyğundur və mən müraciət eləyirəm, deyək ki, Saskatchewan əyalətinə, Alberta əyalətinə, Manitoba əyalətinə. Bu mənə uyğun gəlmir. Niyə görə? Çünki bu əyalətlər əsasən kənd təsərrüfatına aid olan, mühəndisliyə aid olan, petrokimyaya, belə deyək, neft-qaz sənayesinə uyğun olan ixtisaslar üçün nəzərdə tutulub və daha çox proqramlar var. Siz, yenə də deyirəm, tapa bilərsiniz, amma az ehtimal ki, təqaüdlə tapacaqsınız. Çünki əyalətin təqdim elədiyi bir industriyələr var ki, bu industriyalarda müəyyən işçi çatışmamazlığı var ki, ona görə də təqaüd proqramları da bu sahələrə verilir. Əgər sizin ixtisasınız bu sahələrin içində deyilsə, təqaüd tapmağınız da çətin olacaq. Və yaxşı, deyək ki, mən ixtisasımı da bilirəm, nə ixtisasımı oxuyacam, dərəcəmi də bilirəm ki, hansı dərəcəni oxuyacam, əyalətimi də seçmişəm. Növbəti mərhələ nədir ki, mən təqaüd tapım. Tutaq ki, siz baxırsınız ki, bu şəhərdə, bu universitetlərdə mən təqaüdlə təhsil ala bilərəm və yaxud da ki, ümumi oturaq, oxuyaq da, belə deyək. Mən sahəm electrical engineeringdir və mən də seçmişəm ki, Alberta, British Columbia, sonra Manitoba, bu kimi əyalətlərdə təhsil ala bilərəm. Çünki əyalət uyğundur mənim ixtisasıma. Bəs hansı şəhərdə mən təhsil ala bilərəm? Çünki o elə bir şey deyil ki, sizin oxumaq istədiyiniz ixtisas bu əyalətə uyğundursa, bu əyalətdə istənilən şəhərdə oxuya bilərsiniz. Yox. Çünki universitetin yerləşdiyi şəhər də
ona uyğun olmalıdır. Məsəl üçün bu şəhərdə universitet yoxdursa və yaxud da ki texniki universitet yoxdursa, məcbursunuz ki başqa şəhəri seçəsiniz. Və ardıcıllıq bu formada olur. Beyninizdə fikirləşirsiniz, hansı ixtisası oxumaq istəyirəm, hansı dərəcəni oxumaq istəyirəm, bu dərəcəni təklif eləyən hansı şəhərlər var və əyalətlər var. Bunu da seçəndən sonra başlayırsınız həmin o universitetlərə təqaüd proqramlarına baxmağa ki, mənim məsəl üçün magistratura təhsili oxumaq istəyirəm. Magistratura təhsili üçün mənim ixtisasıma təklif olunan hansı təqaüd proqramları var? Əgər təqaüd proqramı görürsünüz ki, course-based proqramlarda bayaq dediyim kimi yoxdursa, research-based proqramlara baxın. Çünki research-based proqramlarda daha çox təqaüd təklifləri olur, nəinki course-based olanlarda. Və daha sonra siz irəliləyirsiniz, keçirsiniz növbəti bir mərhələyə. Tapdım ki, tutaq ki, Alberta əyalətində, Calgary şəhərində bu University of Calgary var və mən bura müraciət edirəm magistratura dərəcəsi üçün və mən təqaüdlər axtarıram. Universiteti də seçmişəm, hər bir şey hazırdır. İndi baxmalısınız ki, təqaüd hansı şərtlərdə verilir. Belə deyim, təqaüd əgər sizin göstəriciləriniz çərçivəsində verilirsə müraciət edin. Yox, sizin deyək ki, IELTS-ınız yoxdur. İngilis dilində təhsil almamısınız. Son 5 ilin 3 ilində heç bir beynəlxalq şirkətlərdə işləməmisinizsə və yaxud da ki, research publication-ınız yoxdursa, bu hər biri müraciət edənlərdən şərt kimi istənilirsə, deməli siz uyğun deyilsiniz həmin təqaüd proqramına. Amma bu o demək deyil ki, siz bu universitetdə oxuya bilmərsiniz. Çünki ola bilər siz fikirləşirsiniz ki, təhsili mən təqaüdlə oxumağım heç bir problem yoxdur, pulum var, özüm istəyirəm və mən oxuyuram təqaüdsüz, təhsil haqqını da özüm ödəyəcəm. Bu sizdən asılıdır. Müraciət edib oxuya bilərsiniz. Şərtlər biraz da daha yüngül olacaq sizin üçün qəbul almağa. Və daha sonra mən fikirləşirəm. Əgər universitet, bu bütün 4 mərhələnin hamısını eləmişəm, 5-ci mərhələ nədir? Mənim təqaüd almağım üçün. Mən fikirləşirəm ki, birbaşa müraciət edəndə universitetə mən seçimlərə düşürəm ki, təqaüdçü namizəd. İndi bunu biraz da sadələşdirilmiş formada deyək ki, universitetdən qəbul alıb sonra təqaüdə müraciət eləməliyəm, yoxsa təqaüdə müraciət edib sonra universitetə müraciət eləməliyəm? Bunu fikirləşməlisiniz. Bunda çox özünüzü yormamaq üçün sadəcə veb saytı açırsınız, baxırsınız, görürsünüz ki, təqaüd hansı şərtlərdə verilir. Orada yazılır təqaüdün şərtləri. Məsəl üçün universitetdən acceptance letter lazımdır və sizin müəyyən göstəricilər var ki, onları istəyirlər. Əgər bunlar hamısı sizdə varsa, başlayırsınız müraciət eləməyə. Və daha sonra deyək ki, universitetdən qəbulunuz var, təqaüdünüz var, siz nə etməlisiniz? Müraciət eləməlisiniz nəyə? Vizaya. Müraciət eləməlisiniz vizaya ki, mən gedim Kanadada oxuyum. Və sizə təhsil vizası üçün hansı sənədlər lazımdır? IMM sənədləri video çəkmişəm o barədə. Hansılar lazımdırsa ailə haqqında məlumat var, sizin şəxsi məlumatlarınız var, sonra acceptance letter lazımdır, financial letter lazımdır. Əgər sizin təqaüdünüz yaşayış haqqını, yaşayış xərclərini qarşılayır və ya sizin təhsil haqqınızı qarşılayırsa, bunu hamısını dəqiq bilməlisiniz ki, təqaüdlər hansı şərtlərdə verilir və məbləği nədir? Tutaq ki, Kanadanın living costunu qarşılamaq üçün təqaüd verilirsə, deyək ki, bu 23.000 dollara, Kanada dollarına yaxındır. Əgər bunu qarşılayan təqaüd proqramıdırsa, sizin üçün baxmalısınız ki, təhsil haqqı da verirəm yoxsa yox. Çünki düşünməyin ki, bir təqaüd proqramı full təqaüddür. Həm sizin yaşayış, həm də təhsil haqqını qarşılayır. Yox. Təqaüdlər müxtəlifdir. Ola bilər siz bir universitetə müraciət eləyəndə 3-4 təqaüd alasınız. Mümkündür. Deyək ki, təhsil haqqı bir il üçün 9.000 dollardır və yaşayış haqqı da 23.000 dollardırsa, siz də 2 il ərzində oxuyacaqsınız, 4 il ərzində oxuyacaqsınızsa, bu təqaüd hansı müddəti əhatələyir? Və bunun əsasında siz formalaşdırırsınız özünüzün viza sənədini ki, mənə bu qədər pul lazımdır, təqaüd məni tutaq ki 4 il qarşılayır, ancaq yaşayış xərcimi, deməli mənim təhsil haqqımı düzəlmək üçün pul lazımdır. Və ya təhsil haqqını da qarşılayır,
təqaüd proqramı. Deməli mənim heç bir xətt çəkməmə ehtiyac yoxdur. Sadəcə bilet alıram və sumka alıram, paltar alıram, damaşnik, nə bilim, corab, hamam xaləti, dəsmalı, towel, zat belə şeylər alıram və başlayıram mən evləri axtarmağa. İndi bu barədə sizə video çəkərəm. Evləri necə tapmaq olar, tələbə yataqxanaları filan, bəşməş, yəni belə şeylər var. Bu işıq məni çox narahat edir bir yaxdan da, tərpənmək istəmirəm. Nəysə. Mən bunu niyəli vurdum ki, ADHD şeyi qatdı bura. Anyway, belə deyək. Biraz da dəyişiklik olsun da sizin üçün, çox sıxılmayın, çox belə mundane olmasın, darıxmayın və yekunlaşdırıq videonu. Biraz da səbir eləyin, bitiririk burada. Və siz tamamladınız ki, sizin təhsil haqqınızı da qarşılayır, yaşayış xərcinizi də qarşılayır. Bəh. Bundan artıq nə olsun da? Mən gedirəm vəssalam, vizaya müraciət etməyə. Vizaya müraciət edəndə də dediyim kimi, financial məsələni mütləq qeyd etməlisiniz. Əgər sizin təhsil haqqınız qarşılanırsa, yaşayış haqqınız qarşılanırsa, bunu orada qeyd etməlisiniz. Çünki bu sizə əlavə bir potensial namizəd kimi göstərir ki, mən Kanadada bütün xərclərimi qarşılayan təqaüd almışam və mənim viza işlərimə biraz da rahatlaşdırır. Və ondan sonra belə deyim də ölkəyə bağlılıqdır. Zaten belə şeylər deyirlər Bakıda. O qədər də çox fikir verməyin. Qardaşınız sizin üçün həll eləyici. Siz yazılı mentorluğa siz bir dənə şeyli letter of explanation letter hazırlayaq. Baram, voila, gedin oxumağa. Mən belə deyim də, bütün bu proseslərin hamısını özüm eləmişəm və ona görə də bütün bu proseslər barəsində məlumatım var. İlk dəfədən bir dəfə müraciət edib, bir dəfə də müsbət cavab alıb Kanadada PhD təhsili üçün yollanmışam. İndi siz də belə deyim, düzgün müraciət forması hazırlamaq istəyirsinizsə və siz düzgün letter of explanation sənədi yazmaq istəyirsinizsə, bütün bunlar haqqında mən məlumat paylaşıram. Belə deyim, çoxsu deyir, pulla mentorluq eləyir. Pulsuz eləyirəm. Bax, bu YouTube videosunun indi 15-17 dəqiqə nə qədərdir? Pulsuzdur hamısına. Baxın, özünüz həll eləyin, müraciət edin. Mənə heç mentorluğa yazılmağa da ehtiyac yoxdur. Yox, sizin üçün əlavə bir mentora ehtiyacı varsa ki, işinizi yüngülləşdirmək istəyirsiniz, belə deyim də 4-5 ay özünüz araşdırma eləməkdənsə kimsə sizə kömək eləyib, bunu 2-3 həftənin içində həll eləmək istəyirsinizsə, onda yəni belə deyək də mentorluq ödənişlidir, yazılırsınız, sizin üçün qardaşınız kömək eləyir, həll eləyirik. Burada indi məsələ oldu ki, mindset məsələsi var da. Mən vaxtdan qazanıb puldan itirirəm, ya da ki, vaxtdan itirib puldan qazanıram. Hansı sizin üçün vacibdir? Pul vacibdir, vaxt vacib deyilsə, ən dəyərli şey vaxtdır. O sizə vacib deyilsə, vaxtınızı itirin, pulunuza qənaət eləyin. Amma ki, daha təqaüd də almışsınız, bütün yaşayış xərclərinizi qarşılayır, nə bilim, təhsil haqqınızı qarşılayır. Bu quraqlıq eləməyin də, başlayın vaxtdan qazanmağa. Əsas şey vaxtdır. Çünki deadline-ları da gözləməlisiniz ki, nə vaxt bizim deadline-ımız var və universitetin vaxtı bitmədən də müraciət etmək lazımdır. Anyway, uzun müddətdir sizin üçün bu elə uzun videolar çəkmirdim. İndi başlamışam çəkməyə. Qardaşınız sizin üçün bir dənə letter of explanation letter da yazsın. Letter of explanation letter yox, letter of explanation yazsın, kömək eləsin sizə, yazın, həll eləyin, gedin oxumağa. Kanada sizin üçün həll eləyəcək. Yəni zarafat zat hamısı öz yerində, sadəcə bu boğmasın sizi, darıxdırıcı olmasın deyə sizin üçün biraz zarafat eləyirəm öz yerində. Amma ciddi şəkildə müraciətlərimizi eləyək və uğurlu nəticədə alaq. Mentorluğun linki aşağıda qeyd eləmişəm, yazılın, həll eləyək. Və yenə deyirəm, ödənişlidir. Sadəcə müəyyən insanlar var ki, onları seçirik, başlayırıq onlarla işləməyə. Yəni o deməkdir ki, müraciət edən hər kəs qəbul olunur. Çünki elə adam var ki, göstəriciləri uyğundur, boşuna ödəniş eləməyimizə ehtiyac yoxdur deyə görüş ləğv olunur. Linki aşağıda saxlayın. YouTube kanalına abunə olun. Neçə vaxtdır abunə demirəm. YouTube kanalına abunə olun, videonu bəyənin, dostlarınızla paylaşmayın. Çünki bu ancaq sizə lazım. Dostlarınızla paylaşanda birdən gedər, siz qalarsınız. Yəni belə bir şey də var. Özünüzdən müğayət zarafat edirəm. Dostlarınızla da paylaşın, paxılı olmayın. Mən sizinlə paylaşıram, siz öz dostlarınızla paylaşın. Amma paylaşmasınız daha məsləhətdir. Özünüzdən müğayət edin. Hələlik.